Bakıda yağışlardan sonra şəhərdə yaranan problemlər hələ tam aradan qalxmamış, yeni narahat edici hallar yenidən gündəmə gəlməkdədir. Hava şəraitinin sabitləşməsi ilə paralel olaraq paytaxtda qanunsuz tikinti hallarının yenidən artdığı göz önündədir. Daxil olan növbəti video görüntülər də bu iddiaları təsdiqləyir. Kadrlarda Nizami rayonu Elşən Süleymanov küçəsində aparılan tikinti işləri əks olunur. Görüntülərdən də aydın olur ki, tikinti zamanı piyada səksi dağıdılır, eyni zamanda küçənin işıqlandırma infrastrukturu dirəklər və xətlər ciddi zədələnir. Yenə eyni suallar açıq qalır. Bu tikinti hansı əsaslarla aparılır? Layihənin təsdiq olunmuş sənədləri varmı? Niyə ictimai infrastruktur, səkilər və işıqlandırma sistemi bu qədər kobud şəkildə məhv edilir? Əgər fərz etsək ki, bu tikiliyə yerli səviyyədə hansısa formada göz yumulub, bu zaman digər aidiyyatı qurumların rolu niyə gözə dəymir? Ekspertlərin fikrincə bu kimi hallarda bir neçə qurum paralel şəkildə məsuliyyət daşıyır. Müşahidəçilər bildirir ki, paytaxtda qanunsuz tikintilərin uzun illərdir davam etməsi artıq sistemli problem xarakteri alıb. Bu proses yalnız şəhər estetikasına deyil, həm də vətəndaşların təhlükəsizliyinə ciddi təhdid yaradır. Səkilərin dağıdılması piyadaların hərəkətini çətinləşdirir, işıqlandırmanın sıradan çıxması isə gecə saatlarında riskləri artırır. Qeyd edək ki, xəbərlə bağlı məlumat bizim Əsra saytında yer alıb. Səsləndirilən iddialarla bağlı bütün maraqlı tərəflərin mövqeyini işıqlandırmağa hazırıq.